Cədvələ əsasən aldehid və doymuş alifatik monoaminin kütlələrini müqayisə etmək lazımdır. Hər ikisində karbon sayını n göstərib. Ümumi şəkildə n verdiyinə görə bu deməkdir ki, bütün maddələr üçün bu kütlələrin müqayisəsi eyni olmuş olacaq. Əsas odur ki, karbon sayını eyni götürək. Özümüzə asan da olsun deyə ən aşağıda, yəni aldehid üçün bir karbon olan aldehid, formaldehid götürək və doymuş alifatik monoamin, yəni birli amin üçün də bir karbon olan CH3NH2-ni götürsək, bu aldehidin kütləsi 30, bu birli aminin kütləsi də 31 olur. Nisbi molekul kütlələri, nisbi atom kütlələri burada verilib. Deməli, müqayisəsində görürük ki, aminin kütləsi bir vahid çoxdur. Deməli, aldehidi M işarə elədiyimizdə ona uyğun aminin kütləsi M+1 olmuş olacaq.